Azərbaycanda gənclərin təhsil, elm və ictimai həyatda rolunun gücləndirilməsi əsas prioritetlərdən biridir. Bu barədə Bakı Dövlət Universitetində keçirilən Güclü Dövlətin Təməli Azərbaycan Gəncliyi adlı forumda deyilib. Rektor Elçin Babayev deyib ki, ölkədə fəaliyyət göstərən gənclər təşkilatları bu prosesdə fəal rol oynayır. Onun sözlərinə görə 2022-2026-cı illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə dövlət proqramı çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali təhsil ocaqlarında bilik və təcrübə qazanır. Müxtəlif elm sahələrində uğurla elmi araşdırmalar aparan, elmi dərəcə və elmi adlar alan gənclərimizin sayı ildən ilə artmaqdadır. Dövlətin gənclər siyasətində sağlam həyat tərzinin təbliği, idmanın inkişafı və onun kütləviliyinin təmin edilməsi xüsusi yer tutur. Son illərdə nüfuzlu beynəlxalq idman yarışlarına uğurlu ev sahibliyi edən Azərbaycanın gənc idmançıları Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında yüksək nəticələr əldə edərək ölkəmizin idman şöhrətini dünyaya tanıdırlar. Bakı Dövlət Universiteti təkcə ölkəmizin ilk ali təhsil müəssisəsi deyil, eyni zamanda Azərbaycan gəncliyinin formalaşmasında, intellektual vətəndaş mövqeyinin yetişməsində aparıcı rol oynayan elm və düşüncə mərkəzidir. Dövlətimizin gənclər siyasətinin həyata keçirildiyi əsas platformalardan biri olan Bakı Dövlət Universitetində gənclər yalnız bilik almır, eyni zamanda liderlik, vətəndaş məsuliyyəti, sosial fəallıq və milli mövqe formalaşdırırlar. Gənclərin ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə müxtəlif dövlət proqramları icra olunur. Gənclər və İdman naziri Fərid Qayıbov deyib ki, bu məqsədlə ölkəmizdə Gənclər Fondu yaradılıb. Onun sözlərinə görə gənclərin inkişafı dövlət idarəçiliyində irəli çəkilməsi üçün yüksəliş müsabiqəsi icra olunur və minlərlə gənc bundan faydalanır. Həmçinin forum zamanı hazırda Azərbaycanda 300-dən artıq gənclər təşkilatının fəaliyyət göstərməsi də diqqətə çatdırıldı. Gənclər Günü Azərbaycanda BMT-dən öncə qeyd olunur. Yəni bir il sonra biz elan etdik və bir il sonra yalnız BMT bunu Beynəlxalq Gənclər Gününü də qeyd etməyə başladı. Yəni biz orada da qabaqcıl olmuşuq. Bu illər ərzində təbii ki, gənclər üçün çoxlu şəraitlər yaradılmışdır. Bilirsiniz ki, ölkəmizdə müxtəlif gənclər evləri fəaliyyət göstərir və bu gənclər evləri vasitəsilə təbii ki, gənclərə müxtəlif şəraitlər yaradılmışdır. Qeyd eləyək ki, son illər ərzində paytaxtda və ölkənin müxtəlif şəhərlərində beynəlxalq təşkilatlarla birgə gənclər forumları təşkil edilir. Bu tədbirlər gənclərin təcrübə mübadiləsi aparmasına, yeni ideyalar əldə etməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə geniş imkanlar yaradır.